Son illərdə ölkəmizdə nadir və eksotik qidalara maraq artıb. Artıq yalnız dəniz məhsulları deyil, daha fərqli, hətta bəzilərinə görə isə cəsarət tələb edən seçimlər də gündəmdədir. Bu dəfə isə diqqət qeyri-adi məhsula yönəlib. Qurbağa ətinə. Digər dəniz məhsullarına olduğu kimi ölkəmizdə qurbağa ətinə də maraq xeyli artıb. Xüsusi növ yetişdirilmiş qurbağalar delikates sayılır və dondurulmuş şəkildə xarici Asiya ölkələrindən ölkəmizə ixal olunur. Əlimdə gördüyünüz bu qurbağalar Vyetnam ölkəsindən ixal olunmuş qurbağalardır. Bir çox insan üçün qurbağa əti tərəddüd doğuran bir seçim kimi görünsə də, amma bəzi restoranlarda bu qida menyunun adi hissəsinə çevrilib. Dadını sınayanlar isə onun toyuq ətinə bənzər bir ləzzəti xatırlatdığını vurğulayırlar. Menyumuzda frog legs, deep fry frog legs mövcuddur. Əslinə baxanda qurbağanın özünün dadı da biraz toyuq ətinə oxşayır. Bu məhsulumuzu bizim son dönəmlərdə çox tələbat var. Xüsusən cavanlar arasında bir-birləri ilə bir növ əyləncə məqsədli bunu çox istəyirlər bizdən, bir-birlərinə yoxladırlar və s. Bu adi toyuq əti kimi panirovka olunur və sonda yağda qızardılır. Qurbağa ətini sınamaq həm macəra, həm də yeni kulinariya təcrübəsi hesab olunur. Lakin yenə də insanların bu mövzuya reaksiyaları fərqlidir. İlk dəfə elə nişanlımla yedik, belə deyim. Dadının maraqlı gəldi. Ümumiyyətlə biz xoşlayırıq, yəni yeni yeməklərin dadına baxmağı. Bu dəfə də deyək qurbağa ətini sınayaq. Dadı eynən toyuq əti kimi dadı, yəni iyrənc falan da deyil, normal, yəni yeyə bilərsiniz. Qurbağa ətini sınadıq. Fərqli dad istəyirdik, sınadıq və bəyəndik. Toyuq dadı verirdi. Yəni bəziləri olur, deyir ki, iyrəncdir, onu necə yediniz? Dadlı gəldi, yəni bəyəndik dadını. Meylimlə çəkmir dadına zadına da baxmağa, yəni heç bir halda da. Həm də ki, yəni biraz qəribə gəlirdi. Yəni o heyvan necə deyim, Azərbaycana biraz uyğun deyil deyə. Yəni məncə insanların da işte 90-95% istifadə edilmir onu. Qurbağa ətinə maraq göstərməmişəm, amma Azərbaycana nə dərəcədə uyğundur bilmirəm. Bu qidadan istifadə edən şəxslər isə bir məsələyə xüsusilə diqqət yetirməlidirlər. Belə ki, qurbağa əti zülal baxımından zəngin olduğundan tez xarab olma ehtimalı yüksəkdir. Nəzərə almaq lazımdır ki, qurbağa əti zülal tərkibli olduğuna görə daha tez xarab olmağa meyillidir. Əgər düzgün şəkildə saxlanılmayıbsa, temperatur rejiminə əməl olunmayıbsa və donu açılıb təkrar dondurulubsa, bu zaman onun tərkibindəki mikroorqanizmlər sürətlə çoxalır ki, bu da zəhərlənməyə gətirib çıxarda bilər. Əgər həmin vaxtda bişiriləcəksə, 0 dərəcədən 4 dərəcəyə qədər 2 gün ərzində saxlaya bilərlər. Uzun müddət saxlamaq nəzərdə tutulubsa, -18 dərəcədə saxlanılmalıdır və mütləq şəkildə digər ətlərdən fərqli olaraq hava keçirməyən şəkildə streçlənməlidir, bağlanmalıdır və bir dəfə istifadə olunduqdan sonra, bişirildikdən sonra təkrar istidilməsi tövsiyə olunmur. Həkimlər isə xəbərdarlıq edirlər ki, bəzi qurbağa növləri zəhərlidir və onların tərkibində toksinlər olur. Bu isə sinir sisteminə və ürəyə təsir edə, sağlamlıq üçün təhlükə yarada bilər. Qurbağa ətinin tərkibində ciddi parazitlər infeksiya var, bakteriyal infeksiya var. Xüsusən də qurbağa daha çox çirkli sularda yaşadığı üçün orada salmonella, escherichia coli, ayremonas kimi bakteriyal infeksiyalardan zəngin olur. Eyni zamanda tərkibində çox güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya gətirib çıxarda bilən bir ətdir. Tərkibindəki allergenlərin miqdarı, yəni allergiya yaradan maddələrin miqdarı çox olduğuna görə insanlara ciddi allergiyalara, hətta anafilaktik şoka qədər gətirib çıxarda bilər. Qurbağa əti bəziləri üçün cəsarətli seçim, bəziləri üçün yeni dad təcrübəsidir. Amma bir həqiqət dəyişməz olaraq qalır. Düzgün saxlama və bişirmə qaydalarına əməl olunmadıqda istənilən delikates təhlükəyə çevrilə bilər.